Salam, hər vaxtınız xeyir. Bugün coğrafiya 2-ci hissə 2025-ci il coğrafi təbəqənin komponentləri mövzusu ilə bağlı testlərin davamını izah edərik. Gəlin 87-ci testdən başlayaq. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Birinci diaqramda yağıntı yayda düşüb və şimal yarımkürəsindədir. Temperatur da sıfıra kimi düşüb. Bu subtropik mussondur. Subtropik musson iqlim tipidir. İkinci diaqramda yağıntılar əsasən qış aylarında düşüb. Temperatur mənfiyə düşməyib. Bu da subtropikin aralıq dəniz iqlim tipidir, bildiyimiz kimi. Subtropik musson və subtropik aralıq dənizə aid xüsusiyyətləri gəlin tapaq. Codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar yayılmışdır. Bu subtropikin aralıq dəniz iqlim tipinə aiddir. Əlverişli iqlim şəraitindən münbit torpaqlara malikdir. Hər ikisinin torpağı, yəni subtropik aralıqda codyarpaqlı meşə və kolluqlarda qəhvəyi torpaqlar, subtropik mussonda, yəni dəyişkən rütubətli musson meşələrində isə qırmızı və sarı torpaqlar münbit torpaqlardır. Ona görə hər ikisinə aiddir. Dəyişkən rütubətli meşələr təbii zonası yayılıb. Bu subtropik mussona aiddir. Dünyanın mühüm çəltirçilik zonasıdır. Bu da subtropik mussona aiddir. Qəhvəyi torpaqlarda sitrus bitkiləri becərilir. Bu codyarpaqlı meşə və kolluqlara aid xüsusiyyətdir. İnsan təsirinə daha çox məruz qalmış ərazilərdir. Bu da hər ikisinə aiddir. Düzgün cavabımız olacaq 1-ə 3, 4, 5, yəni D variantı. 88-ci sual. Euler-Venn diaqramına uyğun gələn bəndləri müəyyən edin. Enli yarpaqlı meşələr, codyarpaqlı, həmişəyaşıl meşə və kolluqlar. Avrasiya materikində geniş sahə tutur. Hər ikisi Avrasiya materikində geniş sahə tutur, oxşar xüsusiyyətdir. Cənubi Avropada qəhvəyi torpaqlar üzərində inkişaf etmişdir. Bu, codyarpaqlı meşə və kolluqlardır. Qonur meşə, qəhvəyi meşə torpaqlar üzərində fıstıq, cökə, ağcaqayın kimi ağac növləri inkişaf edib. Bu, enli yarpaqlı meşələrə aiddir ki, torpaqları qonur meşə və qəhvəyi meşə torpaqlardır. Materiklərin qərb hissəsində aralıq dəniz iqlim tipində formalaşır. Bu da codyarpaqlı meşə və kolluqlara aiddir. Əsasən şimal materiklərinin mülayim iqlim qurşağında geniş ərazidə yayılıb. Bu, qarışıq enli yarpaqlı meşələr təbii zonasına aiddir. Antropogen təsirə məruz qalmışdır. Yenə hər ikisi antropogen təsirə məruz qalmışdır. Ona görə düzgün cavabımız olacaq A variantı. 89-cu sual. Cədvələ əsasən doğru sıranı müəyyən edin. Seçin. Meşə tundra subarktikdədir. Tundra qleyli torpaqlardır. 1 doğru. 2. Codyarpaqlı meşə və kolluqlar aralıq dəniz iqlim tipində olur. Doğrudur. Qırmızı sarı ferralit yanlışdır. Torpağı qəhvəyi torpaqlardır. Savanna və seyrək meşələr subekvatorialda doğru olsa da qəhvəyi və boz qəhvəyi torpaqlar yanlışdır. Həmişəyaşıl subtropik meşələr. Subtropik həmişəyaşıl meşələr aralıq dəniz iqlim tipində yox, subtropik mussonda olur. Torpaqları qırmızı sarı doğrudur. 4 yanlışdır. Tayqa mülayim kontinentalda doğru olsa da boz qonur yox, podzol torpaqlar olmalıydı. Bu da yanlışdır. Düzgün cavabımız B variantı 1 olacaq. Təbii zonanın adı, iqlimi, torpaq örtüyü və səccəvi bitkisinə müvafiq gələn cavabı müəyyən edin. İynəyarpaqlı meşə, mülayim kontinental, qəhvəyi torpaq, küknar. Qəhvəyi torpaq yox, podzol torpaq olmalıydı. Qəhvəyi torpaq codyarpaqlı meşə və kolluqların torpağıdır. A variantı yanlışdır. Ekvatorial meşə, ekvatorial iqlim doğrudur. Sarı toz ağacı. Toz ağacı olmaz, sarı torpaqda yox, qırmızı sarı ferralit olmalıydı. Savanna, ekvatorialda yox, subekvatorial olmalıydı. Qəhvəyi torpaqda yanlışdır. C də yanlışdır. Meşə tundra subarktikdə doğrudur. Tundra qleyli torpaq doğrudur. Alçaq boylu toz ağacı doğrudur. Subarktikdə olur toz ağacı və tundra təbii zonasına uyğun gəlir. Həmişəyaşıl codyarpaqlı meşələr rütubətli subtropikdə yox, subtropik aralıq dəniz iqlim tipində olmalıydı. Torpaq da qəhvəyi torpaq olmalıydı. Zeytun doğrudur. Ona görə Y də yanlışdır. Düzgün cavab olacaq D variantı. Euler-Venn diaqramına əsasən uyğun olan bəndləri müəyyən edin. Gəlin baxaq. Brizlər və qabarma çəkilmə prosesi baş verir. Bu, sutkalıq ritmliyə aiddir. Yəni, brizlər sutkalıq küləklərdir. Ritmlik prosesidir. Ona görə 1-ə gedəcək. Yerin xəyalı oxunun orbit müstəvisinə meyilli olması nəticəsində baş verən proseslərdir. Yerin xəyalı oxunun orbit müstəvisinə meyilli olması nəticəsində baş verən proseslərə biz bunları da götürə bilərik ritmlik proseslərinə. Ona görə 2-yə götürək. Təbii komponentlərin ekvatordan qütublara doğru dəyişməsi, yəni zonal olaraq dəyişməsidir ki, bu zonallıq adlanır. Yəni təbii zonalar kimi. Hər bir komponent digər komponentlərlə təsir edir və özü də onların təsirinə məruz qalır. Bu bütövlüyə aiddir, bir-biri ilə qarşılıqlı əlaqədədir. Coğrafi təbəqənin qanuna uyğunluğudur hər ikisi.
Coğrafi enliklər üzrə dəyişir. Bu da zonallığa aiddir ki, coğrafi enliklər üzrə dəyişir. Yəni 1-ə 4, 2-yə 1, 2 düzgün cavabımız olacaq D variantı. 92-ci sual. Yer kürəsində bitki və heyvanlar aləminin müxtəlifliyinin səbəbləri. Ərazinin mütləq hündürlüklərinin müxtəlif olması. Bir doğru olar, çünki yüksəklik qurşağı üzrə hündürlük dəyişdikcə bitki və heyvanlar aləmi də dəyişir. Yer kürəsində su və quru səthinin qeyri-bərabər paylanması, bu da əsas səbəblərdən biridir, doğrudur. Yer kürəsində əhalinin qeyri-bərabər paylanması bitki örtüyünün müxtəlifliyinə səbəb olmur. Yer qabığının qalınlığının müxtəlif olması, bu da səbəb deyil. İqlimin coğrafi uzunluqdan yox, coğrafi enlikdən asılı olaraq dəyişməsi olmalıydı. 5 də yanlışdır. İstiliyin və rütubətin qeyri-bərabər paylanması, bu da doğrudur. Cavabımız olacaq 1, 2, 6. Əraziyə düşən yağıntıların miqdarı 400 mm. Buxarlanma qabiliyyəti 600 mm olarsa verilən ifadələrdən hansı doğrudur? Yəni rütubətlənmə əmsalı 400 bölünsün 600 olacaq. Bu da ki bildiyimiz kimi çöl təbii zonasına uyğun gəlir. 1 doğru. Bataqlıqlar geniş yayılmışdır, 2 yanlışdır. Burada bataqlıq olmaz. Bataqlıq rütubətlənmə əmsalı vahiddən böyük olduğu ərazilərdə formalaşır. Əlverişli aqroiqlim şəraitinə malikdir, əlbəttə ki doğrudur. İfrat rütubətlənmə yanlışdır. Tropik səhra yanlışdır. Münbit torpaqlar doğrudur. Düzgün cavabımız olacaq 93-də 1, 3, 6. Əraziyə düşən yağıntının miqdarı 800 mm, buxarlanma qabiliyyəti 700 mm olarsa, yəni rütubətlənmə əmsalı vahiddən böyük olacaq, çünki 800 böl 700 olacaq. Dəmiyə əkinçiliyi uyğundur, doğrudur. Çünki burada rütubətlənmə əmsalı vahiddən böyükdürsə, burada suvarmaya ehtiyac yoxdur. Kserofit bitkilər quru iqlimdə olur, yanlışdır. Tundra olmaz, tundrada bu qədər yağıntı düşməz. Tundra subarktikdə olur, ona görə bu da yanlışdır. Meşə landşaftı olar, doğrudur. Suvarmaya böyük ehtiyac var, əlbəttə ki yanlışdır. Bataqlıq yarana bilər, bəli. Çünki rütubətlənmə əmsalı vahiddən böyükdür. 1, 4, 6. 95-ci sual. Rəqəmlərlə göstərilən məntəqələrə aid olan ümumi xüsusiyyətləri müəyyən edin. Rəqəmlərə fikir versək, mülayim qurşağının, iqlim qurşağının şimal sərhədidir. Biz də bilirik ki, mülayim iqlim qurşağının şimal sərhədi iynəyarpaqlı meşələr təbii zonasıdır. Tundra təbii zonasında yerləşir, 1 yanlışdır. Mülayim iqlim qurşağında yerləşir, doğru. Rütubətlənmə əmsalı vahiddən kiçikdir, yanlışdır, əlbəttə ki böyükdür tayqa meşələrində. Podzol torpaqlar doğru. Tayqa meşələri doğru. Alçaq boylu kolluqlar üstünlüyü təşkil edir. Bu subarktika aid bir xüsusiyyətdir. Ona görə bu da yanlışdır. Düzgün cavabımız olacaq 2, 4, 5. İfrat rütubətlənmiş ərazilər üçün səciyyəvi olan torpaq tipləri. Şabaldı torpaqlar çöllərdə olur. Çöllərdə rütubətlənmə əmsalı vahiddən kiçikdir. Qara torpaqlarda çöllərdə olur. Rütubətlənmə əmsalı vahiddən kiçikdir. Qırmızı sarı ferrolit torpaqlar ekvatoral meşələr təbii zonasında olur. Rütubətlənmə əmsalı vahiddən böyükdür. Bu doğrudur. Tundra qleyli torpaqlar subarktikdə olur. Ona görə bu da doğrudur. Podzol torpaqlarda meşə landşaftında olur. İynəyarpaqlı meşələrdə rütubətlənmə əmsalı vahiddən böyükdür. Yəni ifrat rütubətlənmiş ərazilərdir. Cavabımız olacaq 2, 4, 5. Boz qonulu torpaqlarda səhralarda olur. Yanlışdır. Quraq iqlim şəraitinə aid olan ərazilər üçün səciyyəvi olan torpaq tipləri, yəni səhra iqlimi üçün olan torpaq tiplərindən söhbət gedir. Burada boz qonur və boz səmən torpaqlarını götürərik və bir də ki, şabaldı torpaqlarda çöl təbii zonasındadır. Ona görə onu da götürərik. Düzgün cavabımız 97-də olacaq 1, 4, 5. Yəni rütubətlənmə əmsalı vahiddən kiçik olan ərazilərdədir. Torpaq ehtiyatlarına aid olan əlamətlər tükənən və bərpa olunan ehtiyatdır. Doğrudur. Endogen proseslərin üstün təsirindən yaranır. Eksogen, yəni xarici amillər olmalıydı, yanlışdır. Tükənməyən təbii ehtiyatdır. Bu əlbəttə ki, yanlışdır. Tükənəndir, lakin bərpa olunandır. Suların mexaniki tərkibinin onun məhsuldarlığına təsiri yoxdur. Bu yanlışdır. Əlbəttə ki, həm mexaniki tərkibinin, həm quruluşunun onun məhsuldarlığına təsiri var. Ona görə yanlışdır. Üfüqi və şaquli zonallıq üzrə paylanılır. Doğrudur. Aşınma prosesləri nəticəsində yaranır. Bu da doğrudur. Düzgün cavabımız olacaq 1, 5, 6. 99-cu suala baxaq. Təbii komplekslərdə istilik və rütubətin nisbətinin asılı olaraq dəyişir. Təbii komplekslərdə, yəni deyir, təbii komplekslərdə istilik və rütubət nisbətindən asılı olaraq dəyişir. Aşınmanın növləri ola bilər. Yəni aşınmanın növləri də biz məsələn isti ərazilərdə, quru isti ərazilərdə fiziki aşınmadır, rütubətli ərazilərdə kimyəvi aşınmadır. Doğrudur. Lay arası yeraltı suların səviyyəsi. Bu olmaz, bu yanlış fikirdir. Yeraltı su istilik və rütubətdən asılı deyil. Bitki örtüyünün növ müxtəlifliyi bu təsir
edir, ona görə doğrudur. Çay şəbəkəsinin sıxlığına da təsiri var, doğrudur. Suların geoloji tərkibi bu olmaz. Yəni bir sözlə xarici proseslər olmalıdır. 1, 3, 4 düzgün cavabımız olacaq. Çöl və meşə çöl təbii zonalarına aid olan əlamətləri müəyyən edin. Əsasən ot bitkiləri yayılmışdır, doğru. Yalnız bir iqlim qurşağındadır, xeyr, həm subtropik, həm də mülayim də var, yanlışdır. Podzol, boz meşə torpaqları yanlışdır, qara şabalda olmalıydı. Avrasiya materikində geniş ərazi tutur, doğrudur. Münbit torpaqların olması kənd təsərrüfatı inkişafına imkan yaradır, əlbəttə ki, doğrudur. Ən rütubətli, humuslu torpaqlar olan qara torpaqlar buradadır. Tropik və mülayim enliklər yanlışdır. Düzgün cavabımız olacaq 1, 4, 5. Üst bataqlıqların yaranması üçün əlverişli iqlim şəraiti olan təbii zonalar. Üst bataqlıqların yarandığı əsas təbii zonalar tayqa və meşə tundra təbii zonasıdır. Ona görə 101-də düzgün cavabımız olacaq 2 və 3. Savanna və seyrək meşələrdir. Codyarpaqlı həmişəyaşıl kolluqlar çöllərdə çox da bataqlıq yaranmır. Ona görə 2-3 doğru cavabımız olacaq. Rütubətli iqlim şəraitində formalaşan, lakin əkinçilikdə istifadə edilməyən və ya az istifadə edilən torpaqlar. Bir sözlə, rütubətli iqlim şəraiti odur ki, rütubətlənmə əmsalı vahiddən böyük olmalıdır. Burada boz qonur, şabalıdır, torpaqları çıxırıq. Bu olmaz, bizim düzgün cavabımız ola bilməz. Digər yerdə qalan torpaqlar hamısı rütubətlənmə əmsalı vahiddən böyükdür. Hətta qəhvəyi torpağı da çıxarıq, orada da rütubətlənmə əmsalı vahiddən kiçikdir. Düzgün cavabımız olacaq 2, 3 və 6. Yəni, daha soyuq iqlimdə olan, lakin rütubətlənmə əmsalı vahiddən böyük olduğu torpaqlardır. 103-cü sual. Arid iqlim şəraitində formalaşan, lakin əkinçilikdə istifadə edilən torpaqlar. Qara torpaq olar, quru iqlimdir, lakin əkinçilikdə istifadə olunur. Podzol olmaz, qonur meşə olmaz, açıq şabalıdı olar, bir də qırmızı qara olar, yəni Cənubi Amerikanın çöllərində olan torpaqlar. Ona görə 1, 3, 5, 103-cü sualda daha doğru cavabımız olacaq. Lateritdəki olmaz, bu daha rütubətli ərazilərdir. Qütb səhraları üçün səciyyəvi olmayan əlamətlər. Havanın su buxarı saxlama qabiliyyəti daha yüksəkdir. Havanın su buxarı saxlama qabiliyyəti isti enliklərdə daha yüksəkdir. Burada daha zəifdir. Ona görə bu aid olmayan fikirdir, biri götürülür. Buxarlama qabiliyyəti ilə buxarlanma arasındakı fərq azdır. Əlbəttə ki, hər ikisi arasındakı fərq azdır. Ona görə bu doğru fikirdir, götürmürük. Havanın nisbi rütubəti aşağıdır. Qütb enliklərində nisbi rütubət aşağıdır, yox, yuxarıdır. Çünki temperatur aşağıdır, nisbi rütubət daha yuxarıdır. Ona görə bu aid olmayan fikirdir, götürürük. Buxarlama qabiliyyəti yüksəkdir. Buxarlama qabiliyyəti orada aşağıdır, yüksək deyil. Ona görə bu da aid olmayan fikirdir. Bunu da götürürük. Albedo yüksəkdir, bu doğru fikirdir. Qar xətti okean səviyyəsinə yaxındır. Bəli, soyuq enliklərdir. Bu da doğru fikir. Düzgün cavabımız olacaq 1, 3, 4. 105-ci sual. Sxemdə təsvir edilmiş təbii zonaya aid olan əlamətlər. Fikir verir ki, meridional istiqamətdə uzanıb, Şimali Amerikadadır. Həm subtropik, həm də mülayim enliklərdə var və Meksika körfəzi sahillərinə kimi uzanıb, bu çöl təbii zonasıdır. Əsasən dəmiyə şəraitində taxıl əkinləri geniş sahətdir, bir doğrudur. Düzdür, burada rütubətlənmə əmsalı vahiddən kiçik olsa da, amma dəmiyə şəraitində taxıl əkinləri aparılır. Çünki mülayim enliklərdə yerləşir, ona görə bir doğrudur. Mülayim iqlim qurşağında geniş yer tutur, bu da doğru fikirdir. Rütubətli əmsalı vahiddən böyükdür. Əsasən dəmiyə şəraitində pambıq əkilən təbii zonadır. Bu yanlışdır, rütubətlənmə əmsalı vahiddən kiçikdir burada. Ona görə bu yanlış fikirdir. Prairie adlanan bu təbii zona qara torpaqlar geniş sahətdir. Prairie Şimali Amerikada adlanır, bu doğrudur. Yalnız bir iqlim qurşağında formalaşıb. Xeyr, 2 iqlim qurşağıdır, 5 yanlışdır. İynəyarpaqlı meşələrdir, bu da yanlışdır. Çöl təbii zonası idi. Səbəb-nəticə əlaqələrinin düzgün verilmədiyi bəndləri müəyyən edin. Günəş və yerin daxili enerjisinin təsiri ilə coğrafi təbəqədə maddələr dövranı baş verir. Bu doğru fikirdir. Coğrafi təbəqələrdə maddələr dövranının əsas yaranma səbəbi günəş və yerin daxili enerjisidir. Ona görə bu doğrudur. Yerin günəş ətrafında hərəkəti nəticəsində sutkalıq ritmlik proseslər yox, illik ritmlik proseslərdir. Sutkalıq yerin öz oxu ətrafında hərəkət edir. 2-ni götürərik, yanlışdır. Okean sahilində materiklərin daxilinə doğru temperatur amplitudasının artması kontinentallığın yaranmasına səbəb olur. Okean sahillərində materiklərin daxilinə doğru temperatur amplitudası artır və bu da kontinentallıq yaradır. Bu da doğru fikirdir. Bizdən doğru olmayanlar istəyir. Ekvatorial hava kütləsi il ərzində Mərkəzi Afrikada yanğınların bərabər paylanmasına səbəb olur. Doğrudur.
Cənub yarımkürəsində okeanların daha çox sahə tutması günəş şüalarının daha çox əks olunmasına yox, daha çox udulmasına səbəb olacaq. Əks olunma əsasən buz səthlərdə olur. Ona görə bu da yanlışdır. Düzgün cavabımız olacaq 2, 5. Yay isti və rütubətli, qış isti və quru olan ərazilərə xas olan əlamətlər. Əgər yay isti və rütubətlidirsə, deməli yayda bura ekvatorial hava kütləsi təsir eləməlidir. Qış da isti və qurudursa, deməli tropik hava kütləsi təsir eləməlidir qış aylarında. Bu da subekvatorial iqlim qurşağıdır. Subekvatorial. Qara və şabaldı torpaqlar üstündür. Bu yanlışdır. Savannalar geniş yayılmışdır. Doğrudur. Havanın illik amplitudu böyükdür. Havanın illik amplitudu savannada böyük deyil. Bu yanlışdır. Yayda ekvatorial, qışda tropik hava kütlələri təsir edir. Doğrudur. Qırmızı qonur torpaqlar üstündür. Bu da doğrudur. Savannalarda qırmızı qonur torpaqlardır. Ona görə düzgün cavabımız olacaq 2, 4, 5. 108-ci sual. Yay mülayim rütubətli, qışı sərt soyuq olan ərazilərə xas olan əlamətlər. Yay mülayim rütubətlidirsə, deməli yayda mülayim hava kütləsidir. Qış da sərt soyuqdursa, deməli aktik hava kütləsi olmalıdır. Yəni danışılan iqlim qurşağı subaktikdir. Subaktikdə də tundra meşə tundradır. Torpaqları qreylidir, doğrudur. Sutkalıq temperatur amplitudu böyükdür, yox kiçikdir. Qütbə yaxın ərazilərdə sutkalıq amplitudu kiçikdir. Bitki örtüyü mamır, şibiyələrdən, alçaq boyu ağac və kolluqlardan ibarətdir. Doğrudur. Antropogen təsirə daha az məruz qalmalıydı. Həmişəyaşıl meşələr geniş yayılmışdır. Bu da yanlışdır. Yayda mülayim, qışda aktik hava kütlələri hakim olur. Bu da doğrudur. Düzgün cavabımız olacaq 1, 3, 6. 109-cu sual uyğunluq gözlənilmişdir. Subtropik, həmişəyaşıl codyarpaqlı meşələr, qəhvəyi torpaqlar. 1 doğru. Mülayim, enliyarpaqlı meşələr, qonur meşə. Bu da doğrudur. Ekvatorial meşələr qırmızı qonur yox, qırmızı sarı ferralit olmalıydı. 3 yanlışdır. Tropik, səhra, sarı yox, boz torpaqlar olmalıdır. 4 də yanlışdır. Subekvatorial savanna, qırmızı qonur. Bu doğrudur. Düzgün cavabımız olacaq 1, 2, 5. 110-cu sual. Xəritə sxemdə işarələnmiş ərazilərin əsas xüsusiyyətlərini göstərin. Xəritə sxemdə bizdə işarələnmiş ərazilər iynəyarpaqlı meşələr təbii zonasını göstərir. Mülayimin yuxarı sərhədidir. Çöl təbii zonasına uyğun gəlir, yanlış. Tayqa meşələri yayılan ərazi, doğru. Mülayim iqlim qurşağı, doğru. Podzol torpaqlar yayılmışdır, bu da doğrudur. Subaktik iqlim qurşağı bundan şimaldadır, bu yanlışdır. Enliyarpaqlı meşələrdəki dairəyə aldığım yerlərdədir. Ona görə yəni daha cənubdadır. Mülayimin daha cənubundadır, bu da yanlışdır. Düzgün cavabımız olacaq 2, 3, 4. Doğru sıraları müəyyən edin. Tayqa, subaktik, podzol. Tayqa subaktikdə yox, mülayim iqlim qurşağıdır, bir yanlışdır. İynəyarpaqlı meşələr, yəni tayqa, mülayim qurşaq, podzol torpaq. 2 doğru. Codyarpaqlı, tropik qurşaq yox, subtropik qurşaq olmalıydı, yanlışdır. Qarışıq meşələr, subtropik yox, mülayim qurşaq olmalıydı, yanlışdır. Prairie, mülayim qurşaq, qara torpaq. Prairie çöl təbii zonasıdır, mülayimdədir, doğrudur, Şimali Amerikada. Pampa, subtropik qurşaq, bəli, Pampa Cənubi Amerikanın çölüdür, yalnız subtropik qurşaqda olur, torpaqda qırmızı qaradır. Ona görə bu da doğrudur, düzgün cavabımız olacaq 2, 5, 6. 112-ci sual. Şimal yarımkürəsində 45 dərəcə şimal enliyində yerləşən Venesiya şəhərindən 180 dərəcəli azimutla 7215 kilometr məsafədə yerləşən məntəqə üçün uyğun olan əlamətləri müəyyən edin. 45 dərəcə şimal enliyində yerləşir və 180 dərəcə azimutla, yəni cənuba doğru 7215 kilometr məsafə qət etməliyik. Gəlin 7215-i dərəcəyə çevirək. Meridian üzərində bir dərəcəmiz 111 kilometrdir. Bölək 111-ə. Bu eləyəcək 7, 6 dəfə olacaq. 6, buradan 5, yəni 65 dərəcə cənuba gələrik. 45 dərəcə şimal enliyindən 65 dərəcə cənuba gələndə biz 45, oradan da 20 dərəcə qalacaq. 20 dərəcə cənub enliyinə çatarıq. Deməli, yerləşdiyi məntəqə 20 dərəcə cənub enliyidir. Gəlin 20 dərəcə cənub enliyinə aid olan xüsusiyyətləri tapaq. Cənub yarımkürəsində yerləşir, 1 doğru. Mülayim işıqlanma qurşağında yerləşir, bu yanlışdır. 20 dərəcə cənub enliyi tropik işıqlanma qurşağıdır. Tropik işıqlanma qurşağı doğru. Günəş ildə 2 dəfə zenitdə olur, əlbəttə ki, bu da doğrudur. Ekvatora qədər olan məsafə 4440 yox, 2220-dir, bu yanlışdır. Yay gün dönümündə günəş şüaları 48,5 dərəcə bucaq altında düşür. Gəlin bunu da tapaq. Yay gün dönümü günü günəş şimal tropikinə zenitdədir. Deməli, düşmə bucağı bərabər olacaq. 90 dərəcə çıxılsın. Enliyimiz 20 dərəcə cənub enliyidir. 20 dərəcə, üstə gəlir 23,5, çünki biri şimalda, biri cənub yarımkürəsindədir. Bu eləcək 43,5, 90-dan da 43,5 çıxanda bu bizə verəcək 46,5 dərəcə.
Yəni burada isə 48,5 yazılı. Bu yanlışdır. Düzgün cavabımız olacaq 1, 3, 4. Buxarlanma qabiliyyətinin yağıntıdan çox olduğu ərazilərdə yaranan təbii zonalar və onlara uyğun gələn torpaq tipləri. Əgər buxarlanma qabiliyyəti yağıntıdan çoxdursa, deməli rütubətlənmə əmsalı vahiddən kiçikdir. Codyarpaqlı meşə və kolluqlar, qəhvəyi torpaqlar doğrudur. Tayqa podzol, tayqada rütubətlənmə əmsalı vahiddən böyükdür. Çöldə vahiddən kiçikdir. Qarışıq enliyarpaqlı meşələrdə vahiddən böyükdür. Yarım səhralarda kiçikdir, yəni boz torpaqlardır, doğrudur. Səhralarda da rütubətlənmə əmsalı vahiddən kiçik olsa da torpağı podzol deyil, boz torpaq olmalıydı. Ona görə 6 yanlışdır. Yəni düzgün cavabımız olacaq 113-də 1, 3, 5. 114-cü sual. A zirvəsində atmosfer təzyiqi 320 mm civə sütunudur və daimi qar xəttindən aşağıda yerləşir. B zirvəsində isə atmosfer təzyiqi 610 mm civə sütunudur və daimi qar xəttindən yuxarıda yerləşir. A və B zirvələrinin yerləşdiyi dağların ətəyində normal atmosfer təzyiqi müşahidə olunur. Verilənlərə əsasən doğru fikirləri müəyyən edin. Yəni hər iki dağ normal, yəni ətəyində, gəlin burada A dağını da çəkək. B dağını da çəkək. Bu olsun B, bu da olsun A dağı. Hər ikisində normal, yəni ətəkdə normal atmosfer təzyiqidir. 760 mm civə sütunudur. 760 mm. Birində zirvədə 320 mm civə sütunudur, yəni A nöqtəsində 320 mm civə sütunudur. Gəlin hündürlük fərqini tapaq. Əgər ətəyi 760 metr civə sütunudursa, deməli ətəyi 0 metrdə yerləşir. 760-dan 320-ni çıxarıq. 760-dan 320-ni çıxanda, yəni təzyiq fərqini hündürlük fərqinə çevirərik. Bu eləyəcək 440 metr. Onu da hündürlüyə çevirəndə 4440 metr eləyəcək. 4400 metr eləyəcək. Çünki burada 440 metr millimetr civə sütunudur. Onda 10 metrdə 1 millimetr azaldığı üçün dağın zirvəsi olacaq 4400 metr. A nöqtəsi 4400 metrdir hündürlüyü və qar xəttindən aşağıda yerləşir. Deməli, A nöqtəsi qar xəttindən əgər aşağıda yerləşirsə, deməli, isti enliklərdə yerləşir. Çünki qar xətti, yəni 4400-dən yuxarıdan keçir. Bu isə qar xəttindən aşağıda yerləşir. Deməli, A nöqtəsi tropik, ekvatorial enliklərdə yerləşir. B nöqtəsində isə təzyiq yuxarıda 610 mm civə sütunudur. Aradakı fərq 150 metr eləyir. Bunu da hündürlüyə çevirəndə bu eləyir 1500 metr. B nöqtəsinin hündürlüyü isə 1500 metrdir. Lakin B nöqtəsi deyir ki, qar xəttindən yuxarıda yerləşir. Deməli, B nöqtəsi daha soyuq enliklərdə, yəni subarktik və arktik enliklərdə yerləşən ərazilərdən biridir. İndi gəlin birə baxaq. Hər iki zirvənin coğrafi koordinatları eynidir. Eyni ola bilməz. Ona görə bir yanlışdır. Biri tropik enliklərdir, yəni A nöqtəsi. Amma biri qütbə yaxın enliklərdir, yəni qütb enlikləridir. A zirvəsində ən uzun qütb gecə-gündüzləri müşahidə olunur. Bu da bizim doğru cavabımız ola bilməz. Çünki A nöqtəsində yox, B nöqtəsində ola bilər. A zirvəsinin yerləşdiyi dağ sistemində daha çox landşaft qurşaqları var. Bu doğru fikirdir. A nöqtəsi tropik enliklərdə yerləşdiyi üçün orada daha çox landşaft qurşağı olacaq və həmçinin hündür dağdır. B zirvəsi subtropik iqlim qurşağında yerləşir. Olmaz. B nöqtəsi subtropik iqlim qurşağında yerləşə bilməz. A nöqtəsi yerləşə bilər, amma B yerləşə bilməz. Yanlışdır. A zirvəsi ekvatora daha yaxındır. Bu doğrudur. B zirvəsinin mütləq hündürlüyü də 1500 metrdir. Onu da tapmışdı. Bu da doğrudur. Düzgün cavabımız olacaq 3, 5, 6. Ərazisində enliyarpaqlı meşələrin daha geniş yayıldığı ölkələri müəyyən edin. 6 Portuqaliyadır, orada codyarpaqlıdır. 5 Yunanistandır, orada da codyarpaqlıdır. 3 Fransa, 7 Almaniya və 8 Çexiyadır ki, orada enliyarpaqlı meşələr təbii zonasıdır. 1, 2 və 4-də isə iynəyarpaqlı meşələr olmalıydı. Ona görə düzgün cavabımız olacaq 3, 7, 8. 116-cı sual. Uyğunluğu müəyyən edin. Tayqa, savanna, tundra. Qırmızı qonur torpaqlara hündür ot örtüyünə malikdir. Bu savannaya aid xüsusiyyətdir. Podzol, çimli podzol torpaqlara malikdir. Bu da tayqanın torpağıdır. Uzun şaxtalı qışa mülayim yaya malikdir. Bu subarktik xüsusiyyətidir, yəni tundraya aiddir. Subekvatorial, tropik, qismən subtropik iqlim qurşaqlarında formalaşır. Bu da ki, savannaya aiddir. Savanna əsasən subekvatorialdır. Həmçinin tropikdə də var. Və
Qeyd eləyək ki, Avstraliyanın cənub-qərbində subtropikdə də yayılmışdır. Ona görə bu da savannaya aiddir. İl boyu isti və rütubətli olması ilə seçilir. Burada il boyu isti və rütubətli olan yoxdur. Bu əsasən ekvatorial meşələr təbii zonasına aiddir. Heç birinə getməz. 117-ci sual. Burada uyğunluğu deyir, müəyyən edin. Gəlin baxaq. Tornado, drenaj, bedlend. Materiklərin cənubdan əhatə edən dənizlərin sahillərində yaranan dağıdıcı tropik siklon. Materikləri cənubdan əhatə edən. Burada dağıdıcı tropik siklon yoxdur. Ona görə olmaz. Bataqlıqları qurutmaq, qurunt və ya səs sularını süni yolla axıtmaq üçün çəkilən hidrotexniki qurğulardır. Bu drenaja aiddir. 2 olacaq B. Tropik və arktik hava kütlələrinin toqquşması nəticəsində yaranan güclü burulğanlı küləkdir. Bu tornadoya aiddir. Tornado Şimali Amerikada tropik və arktik hava kütlələrinin toqquşmasından yaranır. Ceyrançöl və Qobustan alçaq dağlığında əkinə yararsız torpaqdır. Bu bedlendə aiddir. Yəni hər ikisinə bedlendə aid xüsusiyyətdir. Bedlend yararsız torpaqlar deməkdir. Quraq ərazilərdə külək və axar suların tərəfindən eroziyaya məruz qalan gilli torpaqlardır. Bedlend həm müvəqqəti axınların yaratdığı yararsız torpaqlardan biridir. Ona görə axar sulara da aiddir. Ona görə bu həmçinin burada aid olacaq. Tornado C, 2-yə B, 3-ə də D və Y olacaq düzgün cavabımız. Uyğunluğu müəyyən edin. Ritmlik, zonallıq və bütövlük qanununa uyğunluğu. Fəsillərin və gecə-gündüzün növbələşməsi. Fəsillər illik ritmlikdir, gecə-gündüz də sutkalıqdır. Ona görə bu ritmliyə aiddir. Yəni, daima belə deyək, təkrarlanır. Bu ritmliyə aid xüsusiyyətlərdir. Ekvatordan qütublara doğru təbii komponentlərin dəyişməsi bu zonallıqdır. Təbii komponentlərin bir-birlə sıx əlaqədə olması bu bütövlükdür. Yəni, bir-birindən ayrılmazdılar. Briz və mussonlar bu da ritmliyə aiddir. Daimi küləklərin paylanması. Daimi küləklərin paylanması bu zonallığa aid xüsusiyyətdir. Yəni, ekvatordan qütublara doğru dəyişir. Ona görə bu zonallıqdır. 119. Uyğunluğu müəyyən edin. Biogenə qədər 2 mərhələ, biogen dövr və müasir dövr. Üzvi mənşəli çökmə suxurlar əmələ gəlmişdir. Üzvi mənşəli çökmə suxurlar biogen mərhələdə əmələ gəlmişdir. Ətraf mühitə antropogen təsir deyilsə, bu müasir mərhələdir. Yerin ilk bərk təbəqəsi yaranmışdır. Yəni, ilk bərk təbəqəsi bu əlbəttə ki, biogenə qədərki mərhələdə yaranıb. Qlobal və ekoloji problemlər bu müasir dövrün problemidir. Atmosferdə karbon qazının miqdarı kəskin azalmışdır. Atmosferdə karbon qazının miqdarının əsas azalmasına səbəbi bitki və heyvanlar aləminin, xüsusilə də yəni bitkilər inkişafı olub, canlı aləmin. Ona görə bu da biogen dövrü aiddir. Çünki biogen dövründə bitkilər yarandı. Bitkilər formalaşdı. Ona görə 1 olacaq C, 2 A-Y, 3 də B, D olacaq. Yenə 120-ci sualda ekoloji problemlər yaranmışdır. Ekoloji problemlər müasir dövrdür. Qədim platformalar yaranmışdır. Qədim platformalar arxev və protorozo erasında, yəni kriptozo eonundadır. Ona görə bu da biogenə qədərki mərhələdir. Üzvi aləm təkamül prosesi intensivləşmişdir. Bu biogen mərhələdir. Daha sonra intensiv yağışlar yağmışdır. Bu biogenə qədərki mərhələdir. Ətraf mühitə antropogen təsir artmışdır. Bu da müasir mərhələdir. 121-ci sual. Codyarpaqlı həmişə yaşıl meşə kolluqlar, savanna və seyrək meşələr, tundra. Yayı qısa, sərin və yağıntılı keçir. Yayı qısa və sərin, qısa keçir və sərin keçirsə bu mülayim hava kütləsi təsir eləyir və yağıntılı keçirsə bu tundraya aiddir. Yəni 3 olacaq A variantı. Tropik hava kütlələri yayın quraq keçməsinə səbəb olur. Tropik hava kütləsi yayda subekvatoriala təsir edir. Qışda subekvatoriala, yayda subtropikə təsir edir. Bu da deyir yayın quraq keçir. Deməli yayda təsir edirsə bu codyarpaqlı meşə kolluqlar olacaq subtropikdə yerləşdiyi üçün. Qış aylarında suni suvarmadan istifadə olunur. Bu savanna və seyrək meşələrdir. Çünki qış aylarında tropik hava kütləsi təsir edir. Afrika materikinin şimal və cənub ucqar nöqtələri üçün sərcəvidir. Bu da codyarpaqlıya aiddir. Aqroiqlim ehtiyatları məhduddur. Bu da tundraya aiddir. Tundra daha soyuq yerlərdə, aqroiqlim ehtiyatları məhdud. Və sonuncu sual bu bölmədə. Uyğunluğu müəyyən edin. Zonal komponentlər, azonal komponent. Zonal yəni xarici amillər, azonal da daxili amillərlə bağlıdır. Suxurlar azonaldır.
bitki örtüyü zonal, relyef azonal, torpaq zonal, heyvanlar aləmi o da zonal olacaq. 1-ə B, D-yi, 2-yə də A, C.